Salam əziz və hörmətli dostlarımız, çox xoş gördük. Umarım ki, keyfiniz sazdır. Bu günlərdə yenə Albert Memmi'nin sümürgəçi portresi və sümürgəşdirənlərin portresi adlı kitabın türkçədə oxuram. Yenə də deyim ki, dözməlisiniz, məni gözləməlisiniz, yavaş oxuram. Və hıqqına oxuram, amma oxumağa çalışıram, türkünü öyrəşməyə çalışıram. Kitab çox önəmli kitabdır. İstimar və müstəmirə sözü və bu düşüncə haqqında, bunun əməli siyasətləri haqqında danışır. Demək olar ki, bəlkə birinci adamdır ki, bu haqda elmi araşdırma aparıbdır və ondan sonra, bu adamdan sonra, yəni Memmi, Tunesli Albert Memmi'dən sonra bu sahə bir də mühəqqqiqlərin üzünə açılıbdır. Bunu mən farscasında oxumağa çalışdım, bildiniz, gördünüz, amma çox təhrif olmuşdu elə birinci səfədə. O farscasını oxumadım, qeyddim, türkcəsini oxumağa üçün çox fərqlidir. Eyni halda bunu xatırlayım ki, kitabı mən oxuyandan sonra hər gün çalışıram, vaxt elə gətirincə imkanım olduqca o haqda, o günkü oxuduğum haqda düşüncələrimi də yazam və bunları da yayıram. Məncə də onlar da ərzişli bir sözlərdir. Gəldik, yetişdik 32-ci səhifəyə və 30-cu səhifədə bu sualı mətrah elədik ki, nədən? Yəni, nə səbəblə belə olur ki, hətta o sümürgəci və o yerləşici və o yerli, yəni sümürgələşdirilən adam nəcür olur, elə brainwash olur, beyni elə yıxanır ki, çevrilir və o sümürgəçinin düşüncəsindən, siyasətlərindən, hüququndan, onun imtiyazlarından, üstünlüyündən difa edir. Bunu nədən? İndi gəldik bura ki, görək nə deyir. Dostlar, mənim nəzərimə gəlir ki, bu kitabı print eləsəm daha yaxşı olacaq. Çünki çox yek olanda hərflərin arası çox aralı görsənir. Görmürəm. Çox belə də tutanda telefonu çox cıqqılı olur, görmürəm. Fikir edirəm ki, bunu bir print eləyək, görək ki, nə cür eləyə bilirik. Hər halda olan oldu, keçən geçdi, gedək görək nə cür olur. İkinci sətirdən əslində başlayırıq. Deyir ki, bənzərlər arasındakı dayanışmadırmı bu? Deyir ki, bu bənzərlər ki vardı, dedik, brainwash olanlar bənzirlər sümürgəçiyə və ondan difa edirlər. Bunu dedik. Deyir ki, bu bənzərlər arasındakı dayanışma bir-birindən himayət eləmək, müqavimət eləmək, dayanışma bir-birini dəstəkləmək, himayət ərəbcə sözdür, türkçəsi dəstək. Dəstəkləmək mıdırmı? Deyir bu deyir, bu bir-birlərin himayət eləmək deyilmi? Belə soruşur. Amma müsbət soruşur. Mən deyilmi dedim, o deyir ki, budurmu? Bir savunma təpkisi düşman çoğunluğunun ortasında yaşayan bir azlığın endişəsinin ifadəsi midir? Deyir ki, diqqət buyurun, çox önəmli sözlər deyir burada. Deyir ki, bir savunma, indi məsələn bir nəfər gəlir, deyir ki, Güney Azərbaycanda, ya Qəşqaylərin içində, ya Türkmənlərin içində, misal üçün, deyir ki, biz Azəri yox, biz bura filan yerdən köçmüşük. Nə bilim, bizim dilimiz türkləşibdir, bizim dilimiz farscaymış, qədim aryayı farsca, pəhləvi farsca. Bilirsiniz, ondan sonra da fars dili gərək rəsmi olsun, dövlət gərək belə olsun, burada türk dili olmasın filan. Bunlardan danışır. Deyir, belə bir adam bunu bir savunma müdafiə etmə, dedim də, onların haqlarının, imtiyazlarının şeydir. Təpkisi, yəni bir əksül əməl, ərəbcə sözdə əksül əməl, türkçəsi təpki. Təpkisi, yəni belə bir təpki verir da, sən deyirsən ki, türk dili rəsmi olsun, o gəlir deyirsən, Azərisən, dilin türk deyil ki, türk dili rəsmi olsun.
Deyir ki, düşman çoğunluğu, bura mühümdür. Deyir ki, əcəba bu adamlar o yerdə yaşırlar ki, orada düşmən çoxdur və bunlar düşmənin içində din bəsdirlər. Bu türsü, desəm beləsi olar. Deyir ki, düşman çoğunluğunun ortasında yaşayan bir azınlıq əndişəsinin ifadəsi midir? Deyir, yoxsa çoxlu düşmənin ortasında yaşırlar və orada bir azınlıq kimi, azınlıq əqəlliyyət ərəbcəsi, türkçədə azınlıq, bir azınlıq kimi, əqəlliyyət kimi yaşırlar və faslar bizə bunu daimən deyirlər, əqəlliyyət-i tork, zəban əqəlliyyət, qovm. Qovm özü əqəlliyyətdən də azdır. Qovmun mənası əqəlliyyətdən də şahadır. Bunu qabaqçı kitabçı oxuyurduq, türkçülüyü haqqında, orada da bunu qəşəng açıqladıq. Dedik ki, qovm o adamlara deyərlər ki, bir dədənənənin balalarıdırlar. Əgər ayrı bir ailədən bunlara toxunsalar, o qovumluqdan çıxar. Məsələn, gəlin ayrıdır, damatlar ayrıdır, yeznə deyək da, damat deməyək, damat farsdadır. Yeznələr, gəlinlər ayrı millətdən gəlib, ayrı ailədən gəlsə, qovumluqdan çıxar. Bir azınlığın əndişəsinin, əndişə dedik ki, nigarançılıq, fikrində düşüncəsi budur ki, məsələn, fikrin ki, məsələn, bir nəfər köçə gedər kürdlərin arasında yaşayan. Hamısı kürd, orada bir dənə ailə türkdür. Bir dənə kət türk kəndidir. Dövrəb kətlərin hamısı, dövrəbər kətlərin hamısı kürddür. Bir dənə orada türk kəndi var. Əcəba bunlar orada, özdə şiədirlər məsələn. Diqqət buyurun, görün misalı nədir vururuq ki, o bəlli olan. Əcəba o çoxunluğun içində o azlıq, o türklər orada sağlıqlarına qorxaraq, əndişə burada sağlıqlarına qorxaraq, dedi ki, əndişənin ifadəsi midir? O nigarançılığın ifadəsi, yəni sözü dedikləri budur ki, onu istəyirlər görsədirlər ki, biz qorxuruq. Məsələn, ermənilər Azərbaycanda, bizim Azərbaycanda, Təbrizdə filanda, deyək ki, çıxalar gələlər, görürük İranda, yazır orada ki, mən şiiyəm. İmam Hüseynə sinə vurur. Erməni nə şiə, nə ona sinə vurmaq nə. Bu, bunu görsədir ki, o orada Tehranda istəyir bir siyasi oyun oynasın. Desin ki, mən sənin şüarlarına ehtiram qoyuram, hətta gəlirəm, sinə də vururam, sən də mənə yol ver, mənim burada mədrəsədə dilim oxusun. Diqqət buyurun. Erməni bu işi görür. Çünki azınlıqdır, bir çoxunluğun içində əndişəsi var, qorxusu var. Amma bir Azərbaycanlı İranda, bir türk İranda, deyək ki, Azərbaycanlı yox, bir türk. Siz bir dana şəhər tapanmazsınız ki, orada bir neçə faiz İran deyirəm. İranda bir dana şəhər və kənd tapanmazsınız ki, orada bir neçə faiz mütləqa türk olmaz. Yəni, mütləqa bir kənd tapasınız, bir şəhər tapasınız ki, orada əsla, əbəda bir türk yoxdur, imkansızdır. Bir şəhər tapanmazsınız ki, onun neçə faizi, faizdan danışıram. Yəni, %10'u, %20'si, %30'u, ən azı %10'u türk deyil. Amma mən sizə Azərbaycanda fəqət Azərbaycanda, Əl-Əhvazda, Loristanda, Gilanda, Mazəndəranda, Türkəmən Səhrada, Qəşqaistanda şəhərlər görsədirəm ki, içində 10 dana fars ailə yoxdur. Dedik, ən bizim bu günləri müstəmirə olmuş, elinasyon olmuş, özündən beyinləri yıxanmış şəhərimiz Qəzvin, iyalətlərimiz Qəzvin və Həmədan və Zəncandır. Siz Qəzvin, Həmədan, Zəncanda üçündə 1000 dana fars ailə tapmazsınız. 1000 dana bu 3 dana iyalətdə tapmazsınız. İndi belə bir yerdə bu adam niyə gəlir deyir ki, mən Azəriyəm. Fars dili rəsmi dildir, bizim müştərək dilimizdir, bizim türkçü dilimizdə evdə danışırıq, yetərlidir. Deyir, bunun nigarançılığı nədəndir? Qismən belədir. Nüqtə, cümlə qutarırlar, qismən bir cümlədir. Deyir, qismən, bir qismi, bunları ki danışırlar, bunların bir qismi qorxurlar. İşin əldən verəcək.
Ustandardır, fərmandardır, bəxşdardır, nümayəndədir, nə bilim, şurayı şəhər üzvüdür, oradır, buradır, ustad danışqahdır, müəllimdir. Qorxur, deyir ki, mən bunu deməsəm məni işdən salarlar. Əlbəttə, bunların yolu var, dinməyələr. Axı, sən ki, qorxursan, əsən bu mövzuda danışma. Sən əsən niyə gəlirsən, deyirsən ki, Azərbaycanlılar, məsələn, türklər türk deyirlər. Denən Azərbaycanlılar indi türk danışırlar. Sən bunu da, niyə istəyirsən bunu danasan? O bəhsə girmə ki, orada qorxursan. Mən hətta bir-iki dənə dostumuzu gördüm, yazdım da bunu dostların, o proqram aparırdı dostumuz, müsahibə edirdi, gözəl-gözəl bərnamələr düzəldirlər, sağ olsunlar. Mən gördüm, bu adam vətəndədir, qorxur da bəzi şeyləri deməkdən qorxur. Amma onları eləyə bilər, danışmaya. Qorxur deyə, mən bu haqda danışmıram, nəzərimi bildirmirəm. Ya, ona əslən dəyməyə. Çünki ondan soruşmurlar ki, gedə o yerlərdən danışar ki, ona zərərli yoxdur, qorxmur. Amma görürsün, bizim adamımız, yox, mən bura ki, indi ki, söz bura gəldi, bunu da deyəcəm, qorxuram, amma bunu deyəcəm. Deyəndən sonra da görürsün, bunu tərsinə deyir. Mən elə dostumuza mesaj qoydum, dedim, dostum, icazə ver, bu adama deyin ki, siz əgər o şeylərdən ki, qorxursunuz, məsuliyyət olar, əsən onlara görə danışmayın. İndi də o adam ki, Azərbaycanda iş üstədir, danışqahdadır, müəllimdir, filandır. Bu istəmir deyək ki, mən farslarla müxalifəm. Demə. Demə ki, mən İranla müxalifəm. Amma da demə Azərbaycan yoxdur, Azərbaycanın tarixi yoxdur, Azərbaycanın dili yoxdur, Azərbaycanlılar farslılar, düşləşiblər. Burada girmə. Yəni, ehtiyacı yoxdur, sən bir şeyi ki, istəmirsən danışırsan, onu təxrib eləyirsən. Danışma əslən. Bu, o şeydir ki, mütəəssifanə, bəziləri deyirlər elə biz gərək danışaq və bəziləri əlbəttə, indi bu dedi, qismən belədir, qismən bəziləri özlərini qorumaq üçün belə danışırlar. Biz bilirik ki, bəzi idarədə işləyənlər məcbur qalanda yalandan deyəcək nəzəri. Bizə də gələndə yalandan ayrı nəzər deyəcək. Ona görə biz bilmirik, bunlar nəzir bir münafiqdirlər. Qismən belədir. Amma sümürcə sürəcinin üzr istəyirəm, mən bunu yenə itirdim. Sümürcə sürəcinin durğunda hər an müdaxilə etməyə hazır polis, ordu və hava gücü tərəfindən korunuyorkən sümürgələrdəki Avrupalılar korkuyor deyillərdi. Deyir ki, indi bu adamlar ki, Azərbaycana köçüblər ya, məsələn, sümürgələrdə müstəmirələrə Avrupalılar köçüblər, bu Avrupalılardan danışır Tunisdə, biz də farslardan danışırıq. Biz bunu farslara tətbiq verməliyik. Deyir ki, yansıtmalıyıq. Deyir ki, amma sümürgə sürəci, yəni indi İranda bir 100 ildir, İran adlanan ölkədə türklər sümürgə altındadırlar. Türk əmənlər, qəşqailər, mənzurum, yəni o birisi millətdəki fars deyirlər. Fars olmayan millətlər geçən 100 ilin sürəcində, baxın, hardan başlayıbdır, gəlib bura. Məşrutədən biraz qabaqdan fikir olaraq başlayıblər bunlar, ta gəliblər bu günə qədər. Deyək, məşrutən bir 10 il qabaqdan bu iş başlanıbdır ki, farslar, İngilis, Avrupalı güclərlə çalışıblar İslam dünyasında iki bölməyi və Türk dünyasını ikiyə bölməyi öndə tutarlar və apararlar. Bunda da müvəffəq olublar. Farslar da gözəlcə bunu sabit ediblər. Deyir ki, indi bu sürəcdəki olubdur, keçən yüzdəki nələr gəlibdir, hər an müdaxilə etməyə hazır polis. Deyir, hazır polis var, məsələn, İranda ziddi şuur istəyir, hər an müdaxilə etməyə hazırdır. Bunu istəyirsin. Hər an müdaxilə etməyə hazır polis var. 1. Ordu var. 2. Və hava gücü, təyyaralar var. Qəşqaistanı və Qəşqai Türk Cumhuriyyətin və ha belə lorları bu Huşəng Əmir Əhmədinin babası bombardıman eləyibdir Rıza Şah dövründə. Təbrizi
şəriətmədarı cərəyanında, Ayətullah şəriətmədarının cərəyanında Xümeyni təhdid edib ki, Təbrizi bombardıman edərəm, yəni hava gücü ilə. Polis, ordu, sipahi pasdaran, ittilaat da ki, bu yolda vardılar. Bunlar həmişə hazirdirlər ki, çıxalar qabağa. Deyir ki, müdaxilə etməyə hazır polis, ordu və hava gücü tərəfindən korunuyorkən, bunlar deyir, farslar qorunurlar da bu güclərin təvəssütü ilə. Farsların özü və mənafii bu güclərin vasitəsilə qorunur. Diqqət buyurun. Korunuyorkən qorunmaq. Biz qaf oxuyuruq. Korunuyorkən sümürgədəki, yəni müstəmrədəki Avrupalılar koruyor deyildilər. Deyir ki, məgər bu müstəmrədə olanları qorumurlar o şeyləri. Yəni, İranın təyyarələri, sipah pasdaranı, ərteşi, polisi, ziddi şurişi, ittilaatı, nə bilim, bəsici, filanı, bəhmanı, bunlar bu sistemi farsları qorumaq üçün düzəlməyiblər məyə. Bunu istir desin. Aleyküm salam dostlar. Deyir ki, hələ böyle bir ittifakı açıklamaya yetecek kadar bir korkular yoktur. Deyir ki, hələlik bu qədər qorxuya, yəni qorxa ki, deyə mən Azəriyəm, mən Türk deyiləm, mən nə bilim Moğolistandan gəlməyəm, Moğollar mənim dilimi deyişəm. Deyir, buna hələ bu mərhələyə yetişməyə o qədər, ya siz deyə, siz Türk deyil, siz Azəri, siz filan bəhmə bunlar. Deyir, bu mərhələyə yetişməyə ki, brainwash olalar və sümürgəsinin xidmətində olalar, ondan müdafiə edirlər. Deyir, hələ bu həddə yetişməyib ki, axı qorxu. Yəni, Azərbaycanda vaqəən bu həddə qorxu var. Təbii, biz qətliamda yaşırıq. Qətliamda yaşırıq. Qətliam 100 ildir davam edir. Bu təbiidir. Bunun üçün də dedim, mən məsələn dostlarla danışanda demişəm, hər kəs içəridə tutuldu, bizə görə sual soruşdular, biz eşikdəkilərə görə, bizlərə başardıqca hər nə bilir desin, özə mənfi desin ki, özün nəcat versin. Amma millətimizə görə yox, dilimizə görə, tariximizə görə, hakimiyyətlərimizə görə, tarixi qəhrəmanlarımıza görə bu işi görməməliyik. Tamam, indi ara yetişdik, əgər cümləmizi tapsaq, devam verərik. Bu bir mistifikasyon mudur? Deyir, bu bir bir də bunu oxuyayım. Mistifikasyondur. Mistifikasyon əslən bilmirəm nədir. Dostlar, mənasını bilmirəm, amma baxaq görək ki, mistifikasyon nə deməkdir? Bunu bir gedək Google əleyhissalamdan soruşaq görək ki, yazacağıq burada. Türkçe sözlük. Tamam, geldi. Gedirik burada yazırıq ki, elə birincisində ki yazıbdır Türk Dil Kurumu. Orada yazırıq ki, mistifikasyon. Mistifikasyon. Nə demək görək, nə gətirir burada bizə? Mən hətmən bunu qələt yazdım. Bir baxım görüm ki, bu mistifikasyonu nə cür yazıbdır. Mistifikasyon. Düz yazmışam əslində. Mistifikasyon. Nədən görsətmir bunu dostlar? Mistifikasyon. Bunun gedim bir ayrısına baxmıyorum. Orada mistifikasyonu bir nə yazıbdır. Bəlkə burada bir şeyi görsə də.
heç zət gətirmədi. Dostlar, mistifikasyonun mənasını bilmirəm. Bir zənnim var. Zənnim gedir ki, mistifikasyondan mənzur budur ki, bu bir şeyi qatışdırmaq. Fikir edirəm ki, bu latincə sözdür, qətən latincə sözdür. Latincə sözlərdə sözü məni elir, mənfi elir, tərsə çevirir anlamı. Bu da ehtimalən ondan olur. Mistifikasyon da fikir edirəm ki, məsələn, əməl. Bu, qarışıq bir əməldir. Belə bir sual soruşacaq. Məncə, belə bir şey. Amma baxaq şöyle özü nəməni eləyəcəkdir. Daha fazla əlbəttə. Deyir, əlbəttə bundan da yuxarıdır. Görək ki, nə olacaqdır. Küçük sümürgəcinin də verəcək bir kavqası olduğu kurtuluşunu gerçəkləşdirməsi gərəkdiyi doğrudur. Deyir ki, daha fazlası əlbəttə var, yəni bundan da izafədir. Sükut sümürgəcinin. İndi dedik ki, hər bir adam ki vardı, gəlir, məsələn, Azərbaycanda fars ya yerləşdirir, ya orada işləyir. Bunlar kiçik sümürgəçidirlər. Əsli sümürgəçi o fars dövlətçiliyi, düşüncəsi, o panfarsizm düşüncəsi, pan-İranizm düşüncəsidir. Deyir ki, mən bunu bir cür eləyəm ki, itirməyəm, o yaxçı olar, görüm nədir, eləyim ki, bunu itirməyəm. Hər halda deyir ki, küçük sümürgəçi də verəcək bir kavqası var. Onun da bir verəcək yəni bir cavab verməlidir. Onda bir kavqa dedik, yəni bir savaş, bir fikir məsələsi var. Kavqa həm fikir ola bilər, düşüncə səthində, həm də eşikdə bir savaş ola bilər. Deyir, onun bir kavqası var. Əlbəttə ki, olacaqdır. Kavqası olduğu, tamam. Kurtuluşunu gerçəkləşdirilməsi gərəkdiyi doğrudur. O da özünün, yəni bu adam ki, sümürgəyə məruz qalıb, beyni yıxanıbdır, beləsi desək, deyir ki, bu adamın bir qavqıya məruz qalacaqdır, bir qavqıya girəcəkdir. İndi ya özü ilə, ya toplumla, indi adam ki, mən Azəriyəm, biz Azəri yoxdur, üçlər Azəridirlər, bu bir qavqıya girir. Deyir ki, bu qavqıya girəcəkdir və kurtuluşu üçün. Kurtuluş azadlıq. Hürriyyətlə biraz fərqi var. Hürriyyət insanların ruhu olaraq özü azad saxlır özün. Ola bilər əsir olsun, amma hürriyyəti var. Ola bilər zindanda olsun, amma hürriyyətin qorur. Hürriyyət eşikdə azad dolanmaq deyil. Hürriyyət düşüncədir. Hürriyyət yaşam yolu, yol yöntəmidir. Amma kurtuluş nədir? Kurtuluş zindandan qurtarmaq. Bir fikirdən qurtarmaq. Brainwash sistemindən qurtarmaq. Bu, bir şeydən qurtarmaqdır. Bu, onu istir desin. Deyir ki, kurtuluşu gerçəkləşdirilməsi gərəkdiyi doğrudur. Bu, özünün qurtulmasını, azadlığını, bir növ azadlığına qurtuluş bir gələ bilər. Azadlığını, deyir ki, bunun şeydir, qavqasında deyir, bu gərəkir, bu lazımdır. Gərəkdiyi doğrudur. Bu doğrudur ki, bu gərək belə bir savaşa girsin və qurtuluşu qazansın. Yəni, biz vaqiyyətdə bizlər ki, sümürcüyük indi farslara, bizlər gərək bir dana qavqıya girək öz içimizdə. Bu qavqa bizlə fars arasında və düşüncə sahəsindədir əlan. Biz bu qavqada gərək əvvəl brainwash, beynimizi yıxamaqdan qutaraq da, eləyə bilək ki, azad olaq. Heç olmasa bir mərhələ, azadlığın bir mərhələsini qazanaq. Amma bunun üçün kəndi yurttaşlarına bu kadar fazla kanmaması və tarihin gözünü kör etməməsi gərəkirdi. Deyir ki,
azad olmaq üçün lazım deyildi. Ya hətta dedik o adamı tovlamaq üçün istir diri qalsın onun içində. Bir əksəriyyətin içində bir əqəlliyyət istir diri qalsın. Orada mistifikasyon elədi. Mistifikasyon elədi. Yəni bir iki üzlük, minüzlük elədi ki, diri qalsın. Amma deyir ki, amma bunun için, yəni diri qalmaq üçün, ya bu azadlığa yetirmək üçün özünü, o davanı, özünün içindəki olan davanı, ya o farsla olan davanı, bunun için kendi yurttaşlarını, yurttaş yəni vətəndaş. Yurttaş, dostlar, dəqiqən vətəndaşını alın. Vətən, fikirəm, ərəbcə sözdür. Farsçaya girib, farsçada sərzəmin deyəcəklər ehtimalən. Vətən, Türkçədə yurt deməkdir. Yurttaş, vətəndaş anlamındadır. Tamam? Hətta bizim sözümüz var, deyir, yurtum, yuvam. Yəni, yurt və yuva. Diqqət buyurursunuz, bunlar ikisi bir-biri ilə gəlir və vətən anlamındadır. Hər ikisi yurdla yuva, yuva evə deyilir əslində. Yəni, quş hər yerə uçur, uçsun, gələcək də axirdə öz yuvasına. Hətta mühacir quşlar dünyanın hər yerinə gedirlər, geçsin. Calibdir, bunların balaları da gəlirlər dədə-babalarının yuvasına. Ona görə yurdla yuvanı türklər bir işlədiblər. Çünki siz hər yerə gedirsiniz, gedin. Mən özümdən deyirəm, özümdən qiyas edirəm. Hər yerə gedirsən, ged. O Azərbaycanın dağlıq, susuz kəndinə aşiqəm. O sənin yurt yuvandır. Çünki biz bir quşuq. Bir müddət bu dünyada fırlanırıq, sonra da öləcəyik, gedəcəyik. Bu yurt qalacaqdır. Bizim uşaqlarımız, nəvələrimiz, nəticələrimiz minlər il bundan sonra milyonlar nəvə nəticə gedəcəklər, onlarda yaşayarlar. Deyir ki, bunun için kendi yurttaşlarına bu qədər fazla kanmaması, inanmaması lazım değil. Bu kadar niye yurttaşlarına inanmırsan? Kanmaması ve tarihin gözünün önünde, tarihin gözünü kör etməməsi gerekirdi. Deyir, lazım deyil dostlarına inanmasın. Bu adam ki, düşmənin içində əksəriyyətdədir, onlar da düşmənin polisi hazırdır, ərteşi hazırdır, sipah-paslarına hazırdır, ittilata hazırdır, fulana hazırdır. Bu məcburdur ki, orada bir cür geçinsin ki, diri qalsın, işdən atılmasın, nə bilim, danışqahdan, mədrəsədən atılmasın, çörəksiz qalmasın. Bir, bu lazım deyildi. Diqqət buyurun, bunu deyir. Lazım deyil, o qədər düşmənə yaltaqlıq eləyə ki, nə ola? Deyir ki, əvvələn öz millətinə inanmaya. Millət deyir ki, mənim dilim türkdür, o qalxır, deyir, bir Azəri yox. Öz millətinə inanmır. İkincisi, nə idi? Dedi ki, tarixin gözün kör etməyə niyə çalışır? Yəni, tarixi niyə değişdirir? Niyə deyir ki, məsələn, axı bunu, valla bilmirəm, dostlar, diqqət buyurun. Bunu mən yazmışam da, demişəm də, yeni də bir şeylə də deyim. Dostlar, muhacirət hardan hara başlar? Bunu bilək əvvəl. Muhacirət, yəni təbii muhacirətdən danışırıq ha, təbii muhacirətdən. Təbii heyvanlardan danışaq. Heyvanlarda muhacirət o yerdə olar ki, orada yemək çoxdur. Orada ab-ı həva yaxçıdır. Hava yaxçıdır. Ab-ı həva deyirik da, bunu işlədirik, nə bilmirəm. Bunun gərək görək ki, türkçəsi nədir? Mən bilmirəm onun üçün. Bu ab-ı həva yaşam üçün yaxçıdır. Hava yəni istidir. Nə çox-çox istidir yandırsın, nə də çox-çox soyuqdur dondursun. Mülayim bir havası var. Mülayim havası var. Suluqdur. Suluq olduğu üçün orada göcüərənti çoxdur, meyvə çoxdur, əkinəcək çoxdur, yaşam gücü çoxdur. Onun üçün də çox doğurlar, doğub törür. Heyvanların hamısı bu şəkildədir. Quraqlıqda, dağda, qutbuda heyvan yekəlməz. Siz quraqlığa gedərsiniz, görərsiniz ki, orada heyvan yoxdur. Qutba gedərsiniz, görərsiniz heyvan yoxdur. Heyvan olanda da bir dana olar, məsələn, iki quşun bir balası olar. Bir yumurta qoyar, məsələn, penguen dediyimiz, ya ayı, ya bəzi şeylər. Bu gedər 6 ay, 7 ay, 9 ay yatar qarın altında ölməsin deyə
Qar əriyəndən sonra da oradan çıxar, başlar oracan bədəni əriyər, yenə başlar yiyər çox-çox ki, kökəlsin, diri qalsın. Onun 2 uşağı olsa biri öləcəkdir. Penguenin 2 yumurtası olsa acından ölər ikisi də. Onun üçün penguen bir dənə yumurta qoyar. Çünki ona o hava icazə vermir, durum icazə vermir uşağı çoxalsın. İndi baxaq görək, insan da bu cürdür. Dəqiqən insan da, çünki insan da bir heyvan da, o birisi heyvanlara tay. Çünki biz danışırıq, bir-birimizi qanırıq. Bu dəlil bana deyir ki, biz heyvanlardan üstünük. Heyvanların bir çoxu bizdən həm əql sahəsində, həm imkanları, beyin və vücud imkanları sayəsində bizdən üstündürlər. Məsələn, quşlar uça bilirlər, biz uçamırıq. Bəzi heyvanlar çox hızlı, saatda 500 kilometr güclə qaça bilirlər. Bəzi heyvanlar gözləri kördur, amma ağızlarından moc ötürürlər eşiyə və bu moc dəyir dərə, divara, qapıya, hər şeyə dəyir, havada belə olan bir milçəyə dəyir, o milçək deyilir, bunun o milçəyin şikli, formu qeydir buna və bu onu beynində görür, gözü olmaya görür. Bunun üçün biz deyirik ki, göz görmək aləti deyil. Biz beynimizlə görürük. Göz bir dənə bir vəsilədir ki, bizə eşikdəki sistemi bizim beynimizə müntəqil edir. Bizim beynimiz baxır, deyir ki, bu gözəl qızdır, bu gözəl xanımdır. O xanım məsələn qırmızı köynək giyibdir. Bunu biz görürük. Burada görürük. Gözümüz onu görmür. Bunu beynimiz təşxis verir. Bizə deyir ki, belə bir şey eşikdə var. Amma xoffaşın gözündə gözü kördür, görmür ki, bu o ağzından ki səs çıxadır, o səs bizim gözümüzün işini görür. Əvəzin ki, bizim gözümüz o mövcuları alsın, bunun ağzından çıxan səs gedir, dəyir hər heyvana, hər mövcuda, hər şeyə. Dəyir, onun şikli bunu qeydir özünə qeydəndə bu onun şiklin zehnində yaradır ki, bu nədir? Mən buna zorum çatar ya yox, yeməlidir, yeməli deyil, keçə bilirəm, keçə bilmərəm, məni vurar, vurmaz. Bəs bizdən güclüdür. İndi biz də insanlar, heyvanlar kimi olduğumuz üçün, heyvan olduğumuz üçün bir tür heyvan. Yəni, ceyran bir cür heyvandır, it bir cür heyvandır, at bir cür heyvandır, eşək bir cür heyvandır, qoyun bir cür heyvandır, ayı bir cür heyvandır, canavar bir cür heyvandır, şer bir cür heyvandır, qaflan bir cür heyvandır, fil bir cür heyvandır, quşların da hərəsi bir cür heyvandılar. Biz də o heyvanların isə bir heyvanıq. Bizim fərqimiz var, bu haqda çoxlu danışmışam. Amma biz də eyni olaraq törərik. Biz də quraqlıqda yaşayanlar. Çünki Ərəbistanda yemək yoxdur ki, sən yemək... Əlbəttə, indi danışmırıq da, insanın təbii halətindən danışırıq. İndi təyyarə var, gəmi var, maşın var, gətirirlər, tökürlər. Ərəbistanın çölü bizim Təbrizdən abaddır, çölü. Amma bizim abad yerimiz, Urmu gölümüz Ərəbistanın çölündən indi quraqlıqdır. Burada siyasətin işi var. Ərəbistanda onu abad eləyiblər, burada bizim suyumuzu aradan aparırlar. Bunu biz düşünmürük. Amma indi o mühacirətə görə deyirəm. İnsan da dəqiqən o yerdə çox törər ki, orada yemək çoxdur. Hava o mütədildir. İlin başında yemək imkanı var. İndi dünyaya baxışıra harda çoxdur? Deyirlər, Afrikada insan vücuda gəlib də harda? Orada o meşələrdə ki, suluqdur, mal heyvan da çoxdur, yemək də çoxdur, ağac da çoxdur, meyvə də çoxdur, hava da müsaitdir. İnsanın da ki, əvvəldə deyirlər, paltarı yox imiş. Orada vücuda gəlibdir. Oradan köçüb dünyanın o birisi yerlərinə. Niyə köçübdür? Çünki orada çoxalıbdır, yer olmayıb qalalar. Deyib ki, mən gedim, o birisi zorlu famillər, zorsuz familləri vurublar, ya öldürüblər, ya da bunlar görüblər, çox öləcəklər, qoyublar, qaçıblar, ölməyək. Canlarını götürüblər, gediblər uzaqlara. Getdikcə uzaqdan üstdən səfeh yerlərə gediblər. Ta gediblər qotbacan. Ya o qəz səfeh yerə gediblər ki, da buzluğa çıxıblar. İskimlər buzluqda yaşırlar. İlin 9 ayın, 8 ayın, 7 ayın buzluqda, qarın içində yaşırlar. Əlin üzün belə bizə ta yuva bilməz, girib üzə bilməz suda. Yəni, belə bir yaşama məcbur olubdur. İndi biz gələk deyək ki, mühacirət tərsə olubdur. Nə cür olubdur? Biz qutbudan adam çoxalıbdır, mühacirət eləyib gəlibdir Hindistana, Çinə, bu cür isti yerlərə. Keşmirə, nə bilim, Bəngladeşə, Sri Lankaya, Pakistana,
Və o birisi yerlərə, məsələn, Maleziyadır, Endoneziyadır, Filipindir, bu cür yerlərə də bunlar şeydilər. Ya Afrikada. Əslən, beynə çıxışmaz. Dostlar, indi baxın görək bizim dövrəmizdə biz hardan köçə bildik bu tərəfə. Bizim yaxın yer bizim özümüzə. Ərəbistan deyil. Biz Ərəbistanda yaşamarıq. Biz Ərəbistana köçə bilərdik. Hardan? Hindistandan, Pakistandan, Sri Lankadan, Endoneziyadan, Maleziyadan, Filipindən, nə bilim, bunlardan ki, havalar isti, bunlardan biz köçə bilərdik, gələ bilərdik bu tərəflərə, İran tərəflərinə, getdik Çinin, Hindin soyuq tərəflərinə, oradan çıxdıq Pamirə, oradan çıxdıq, getdik dağları aşdıq, getdik yavaş-yavaş Çinin uzaqlarından da çıxdıq, getdik Sibiriyə, indiki Rusiyəni də aşdıq, getdik, çıxdıq üstə. Bura getdikcə, bəs görürük ki, ora getdik. İndi baxın, Çinin, üzr istəyirəm, Rusiyənin toprağın Hindistanla, Sri Lanka ilə, Pakistanla, Filipin ilə, Endoneziya ilə, Maleziya ilə müqayisə edin. 50 bərabər, məsələn, Filipincan, Japoncan, Maleziyacan, Endoneziyacan Çinin yeri var, Rusiyənin. Amma həman Malezinin, Endonezinin cəmiyyəti o 50 bərabər çox olan torpaq ki, Rus torpaqlarıdır, ondan biraz o yüz bu yüzdür. Niyə Rusiyənin bölsək, desək ki, hər 1000 metrdə neçə adam var? Hər 1000 metrdə bir dənə adam yoxdur, deyək. Hər 1000 metrdə bir dənə adam, 2 dənə adam yoxdur. Rusiya torpaqlarında. İndi deyək, Hindistanda hər 1000 metrdə, Maleziyada, Endoneziyada, Singapurda, nə bilim, həm Pakistanda, Sri Lankada hər 1000 metrdə neçə adam var? 30 dana, 40 dana, 50 dana, 100 dana adam var. Və bu da bir şeydir. Görək ki, haranın arvadları, xanımları çox doğar. Harada sıçanlar, heyvanlar çox doğarlar. Harada əcib qərib meyvələr var. Məsələn, dostlar, baxın, Hindistanda, Sri Lankada, Filipində, bu cür yerlərdə ki, istidilərdə hava münasibdir. Elə ağaçlar var ki, onların meyvələri qanatlarında olmaz, qanatlar sınar. Çünki elə meyvə var ki, 40 kilo ağırlığıdır, hər meyvənin 40 kilo ağırlığıdır. 30 kilo ağırlığıdır, 20 kilo ağırlığıdır. O ağacı sındırar ki, o qanadı. Nə cür eləməlidir? Bu deyir ki, mənim meyvəm gərək əsli. Biz kötük deyirik, kötükdən gərək aslanır. Baxırsınız, görürsünüz ki, meyvələr ağacın kötüyündən aslanır. O qədər yekədir. Bizdə belə bir şey yoxdur. Məsələn, bizdə, məsələn deyirəm, Rusiyada bir dana moz ağacı tapılmaz. Çünki moz olmaz. Amma gəlin Hindistana, gəlin Türkiyənin güneyinə, İzmirdən tutdu, getdi ta Suriyə tərəflərinə, teyxə şey ağacıdır. Mozluqdur. Calibdir. İranda moz çıxmaz. Türkmenistanda çıxmaz. Qəzzaqistanda çıxmaz. Moğolistanda çıxmaz. Çünki moz ağacını dibdən belə moz gətirəndən sonra onu dibdən kəsirlər. Yenə bir 2 ayın içində bu gəlir, yekəlir olur, moz ağacı moz gətirir. Bəs dostlar, bu iki bizə insanlar bilmir da, düşünmür. Ustad danışqaq olmağına dəyir ki. Bu əslində bir dəfə fikirməyib ki, mühacirət nədir olar? Quşlar hardan hara mühacirət elərlər? Heyvanlar hardan hara mühacirət elərlər? Əslində buna belə diqqət eləməyibdir. Diqqət eləməyib ki, əsli ünsür mühacirət üçün yemağın azlığı çoxluğudur. Türkmenistanda, Qəzzaqistanda, Moğolistanda, nə bilim Uyğuristanda, nə bilim get üstə, Rusiyədə burada yemək yoxdur ki, orada uşaq çox olsun, oradan köçsün, gəlsin əşaya İrana. Gəlsin burada türklərin dilini dəyişdirsin, olsunlar türk. Bu qədər bu ustad danışqahlar himaqətdədirlər. Mən yəni rəsmən bu sözü deyirəm, təhqir eləmirəm. Çünki heç kəsin adını çəkmirəm tohin olsun. Amma vaqən hər kəs bunu salıb çıxanmır ki, mühacirət necə ola bilər?
Diqqət buyur, indiki dünya biraz dəyişib, təyyarə var, gəmi var, maşın var, biz bunlarla gəlcək edirik, sürət çoxalıbdır, hər şeyi hər yerə aparıb gətirmək olur. İndi bizim amacımız haradır, haralara köçürük. Yenə də o yerə köçürük ki, orada rifah çox ola. Biz Rusiyaya niyə köçmürük? Alaskaya niyə köçmürük? Afrikaya niyə köçmürük? O halda ki, Afrika buradan ucuzluqdur. Amma köçürük Kanadaya, Amerikaya, Avropaya. Niyə? Çünki orada yaşam imkanı çoxdur. İnsanlar o yerə köçürlər ki, orada uşaqları rahat yaşasınlar. O yerə köçmürlər ki, orada çətin olsun. Siz baxın, indi o şuluq yerlər dediyim, Singapur, nə bilim, Sri Lanka, Pakistan, Hindistan, Çinin əşağaları və o isti yerlər, Okyanusiyada. Bunlara baxın. Görəcəksiniz ki, burada insanlar qaynır. Hər bir xanım vaqəən görürsünüz ki, ildə bir dananı doğa bilir. 2 ildə bir dana. Yəni, hər xanımın heç olmasa 7-8 dana uşağı var. Siz indi gedin yol Moğolistana, gedin Rusiyaya, gedin Üzbəkistana, Türkmenistana, Qırğızistana, Tataristana, hər yerə gedirsiniz, gedin, üstə, soyuq yerlərə. Görəcəksiniz ki, bir dana xanım ömründə 2 dana, 3 danadan çox doğa bilmir, ortalama. Moğolların, mən bir dəfə də qabaqçı kitab oxuyanda demişəm, Moğolların ortalama doğum oranı birdən aşağıdır. 1.6 yazada çıxır, ölüləri də qoyanda gəlir birdən aşağıya. Yəni, bu cəmiyyət Moğol zamanından bu günə qədər indi 3 milyon neçəyə çıxıbdır da dostlar. Yəni, axı bu cəmiyyət əgər oradan bura gəlibdir, dünyanı türkləşdiribdir, niyə bəs indi də hələ feylən bu qədərdir? İndi mən yenə də bunu eləyə biləm, Google əleyhissalamı soruşam ki, məsələn, how many people living in Mongolia? Moğollu, qeyri-Moğollu orada yaşayan neçədir? 3.278.000 adam var 2020-də, yəni 2020-də 3.278.000 adam var. Çəngizxandan bu yüzden hududən yaxşı 800 il, 700 il geçir. Bilmirəm dəqiq. Yenə də bunu çıxada bilirik ki, məsələn, Çəngizxanın ha vaxt ölübdür, ya ha vaxt doğulubdur. Çox rahatdır. Yəni, bunu tapbağı, elə şimdi Google əleyhissalama müraciə eləsək, ya Google bizə deyir, Cengizhan. Mənim şeyim işləmədi, mütəəssifanə. Google-im işləmədi, biləsən. Cengizhan. Gətirmədi, mən bunu yazsam ondan rahatdır. Elə farsçasında yazsaq gətirəcəkdir dostlar. Çəngizxan. Dostlar, 1162 miladidə doğulubdur. İndi də 2022-dir. 2-nin ki gəlsə o düz olar, onlar 60. 1160-da bu doğulub deyək ki, yəni fərzimiz bu olsun. 20-yə can hesablasaq, 20 il buradan 900 olur oradan. 860 il zatlı bu adam doğulubdur. 860 il. 860 ildə 1% geçsəydi bu millət üstə, 1%, %1 nəfər adam çoxalsaydı, indi gərək bunlar 800 qat olaydı. 800 deməyək, amma heç olmasa gərək 80 cəmiyyəti 2 qatdan çox olaydı. Ya 2 qata yaxın olaydı. İldə 1% geçsəydi, indi 800% elərdi. 800% elərdi, ildə 1 qat geçsəydi. 8 qat cəmiyyət olmalıydı.
8 qat. İndi gör ki 3 milyon 200 neçə min nəfər cəmiyyəti var. Yəni ki, orada adam çoxalmayıbdı. Adam çoxalsaydı, orada mühacirət olur. İndi əgər desəydik ki, xüsusən ki, o dövrədə bunlar çox rifahlı olublar deyirlər da. Dünyanı deyirlər, qarət elədilər, apardılar Çəngizxanın, ora Moğollar çox şey olur. Niyə bunların bəs cəmiyyəti hala 3 milyon 200 mindir? 300 mindən də azdır. Bunları biz özümüzdən soruşmalıyıq. Çünki bunların vasitəsilə bizi brainwash edirlər. Biz kiçik bir şeylərə çox diqqət eləməliyik. Mən bu kitabdan sonra bir dənə fars kitabını götürəcəyəm, tarix oxuyam. Oradan bir yol tarixdə görək başımıza bizim necə böyük qoyublar, onları görsədəm xidmətlərinizə. Hər halda, gəldik, yetişdik bura ki, deyirdim, gərəkir. Amma mistifikasyonun tam bir yanılsaması, üzr istəyirəm, mən yenə bitirdim. Bəli, oradan oxuduq. Amma mistifikasyonun tam bir yanılsamaya dayanabileceğinin ya da insan davranışının tümüyle yönetilebileceğine inanmıyorum. Deyir ki, mən, bu adam özü deyir, mən inanmıram ki, bunlar bir mistifikasyon üzü ilə gəlirlər. Yəni, bunlar deyirlər, ha, biz türkük, ya siz türk deyilsiniz, biz türk deyilik, Azəri yox, ya filan. Farsçılığın və İrançılığın üstündə danışırlar, biz sabit eləyərlər ki, Azərbaycanlılar türk deyirlər, farslılar dilləri değişibdir. Bu cür bir adamlar, məsələn. Fars dilinin üstünlüyünü görsədələr filan, bunlar. Deyir ki, bunlar, bu yazar deyir ki, mən inanıram ki, bunlar mistifokasyon eləmirlər. Deyir ki, mistifokasyon function'dan olacaq ehtimalən. Bu biraz da türkləşibdir. Onun üçün, yəni bunlar bu cürsə, mən dedim, qarma-qarışıq rəftarları tam bir yanılsamaya, yəni bunu nə tür deyim mən? Yansılamaq deyirik da, biz yansılamaq deyirik. Ya hətta yanlış yapmağa da deyə bilirik bunu. Deyir ki, bu tərəfə yönətir. Yanılsama burada elə yanlış yapmaq. Yəni, adam istəyir yanlış görsətsin. İstəyirəm bunu deyəm. İstəyir deyək ki, bu iştibahdır. İştibah görsətməyə dayanabiləcəyinə, deyir ki, bu bir iş götürür, ona bir dayalansın da, bir fikir gətirir, bir tarix gətirir, oradan Kürtlər köçüblər, yox gəliblər o zaman Türklər Türk dili eləyiblər, deyib bunu. İnanmıyorum, mən belə bir şeye inanmıram. Yox, mən bir sətr atladım. Ya da insan davranışlarını tümüyle yönetilebileceğine inanmıram. Deyir, mən buna da inanmıram ki, insanın tamam davranışların farsçası rəftar. Tamam rəftarların sümürgəsi neynəsin? Kontrol eləsin. Deyir, mən buna inanmıram. Bunlar, yəni istəyir deyək ki, bu adamlar ki, o yaltaqlıq elirlər sümürgəçiyə, deyirlər, biz qorxuruq canımızın qorxusundan. Deyir, mən inanmıram ki, bunlar tamamən də misfikasyon edir. Yəni, çalışırlar ki, bir qarma-qarışıq bir vəziyyət görsədələr, özlərini qoruyələr. Və ha belə inanmıram ki, o dövlət, Fars dövləti tamamən bizim hər rəftarımızı kontrol edir. Deyir, mən buna inanmıram. Mən də buna inanmıram. Mən inanmıram ki, biz, məsələn, Azərbaycandan, Azərbaycan millətindən, Türk millətindən, türkçülükdən, hüquqlarımızdan danışmaqla, ya, məsələn, niyə bizim vəkillərimiz, vəkildir, niyə vəkillərimiz namə yazmırlar? Bu Divan-ı Ədalət İdariyyə Məclisə, Şurayı Nigəhbana, ora, bura, bu qanun niyə icra olunur? Bu buna görə deyil ki, bu adam qorxur, şey olsun. Bu biraz da özün qoruyur. Yəni, biraz da çalışır ki, onlara xidmət eləsin. Tamam, pəs buna da inanmadıq. Bu da çox mühümdür. Biz buna inanmırıq ki, Fars dövləti vaqəən bizim tamam işlərimizi, hətta idarədə işləyənlərin tamamı rəftarlarını kontrol edir. Bunu bilirik ki, özləri də inanmırlar. Baxın, görürsünüz ki, fürsət verdiği yerdə özgənin namusuna öcəşirlər. Belə asansorda öcəşirlər.
Yəni bunlar inansalar ki, biz kontrol oluruq, tamam kontrol olandan sonra bu adam xalqı özgənin namusuna öcəşməz ki. Niyə hamı Türkiyə yetişəndə öcəşir, amma özgənin namusuna yəni qorxur, deyir mən qorxuram, məni şey elərlər, amma özgənin namusuna şey eləyəndə, rişvət alanda, rişvət verəndə bundan qorxmur. Əvvəl sistem də şeyin üstünə qurulubdur, rüşvətin üstünə qurulubdur. Sənin sərmayə və hər nə cürdə əlindən çıxasın. Çünki qanun icra olsa rüşvət verməzsən. Rüşvət verməsən, rüşvət pulu cibində qalar, səni güclü saxlar. Bir tümən də bir tüməndir, dostlar. Mən bir dəfə diqqət edirdim. Burada banca, Kanadada 10 sent borclusan, 10 sent. Yəni 1 doların 10da biri. Sənə 2 dolar verir, namə yazır, göndərir. İndi onu namə yazmağa da bir nəfər işləyir də, saat hesabı pul alır orada. O naməni bir nəfər yazacaq, type eləyəcək, onu print eləyəcək, onu kağaza qoyacaq, ona təmri vuracaq, onu posta gətirəcək, posta salacaq, posta onu gətirəcək. Bu hamısı xərcdir o banca. O xərci qoyur, sənə deyir ki, mənə 10 sent borclusan. 2 dolar xərcləyibdir o. Amma bunu deməklə deyir ki, sən mənim 10 sentimi ver, 10 sent mənə çox mühümdür. Bunu biləndən sonra sən gələn seridən 10 sentləri izafə də verirsən ki, qoy mənim də evimə kağız gəlməz. Küçük sümürgəçi, sümürgə sistemini bu kadar ateşli savunuyorsa, bunun nədəni ondan bir ölçüdə yararlanıyor olmasıdır. Deyir, əgər bir küçük sümürgəçi dedik kimdir? O adam Azəriha məsələn. Elə bundan bizə deyək Azəriha. Azəriha idarədə işləyənlər, onlar ki, İrançılıqdan difa edirlər, bunlar kiçik sümürgəçidirlər. Dedik ki, niyə? Qabaqda bunu demişik. İndi deyir ki, bunlar niyə onlardan difa edirlər? Onu niyə deyir ki, niyə farslardan difa edirlər? Niyə İrandan difa edirlər? Niyə Azərbaycan haqqından, türk millətinin haqqından difa eləmirlər? Bunu istir deyə. Deyir ki, küçük sümürgəçi, sümürgə sistemini bu kadar ateşlə yəni hərarətlə, güclü, ateşlə, hərarətlə, güclü savunursa, yəni bunu müdafiə edirsə, farslığı, İrançılığı, pan-İranizmi, fars dilin filan, bunun nədəni nədir? Burada yenə mühüm sözdür. Deyir ki, bunun nədəni, səbəbi ondan bir ölçüdə, bir miqdar, əndazə, ölçüdə, bir ölçüdə, indi bu ölçü rəvani ölçü ola bilər, mali ölçü ola bilər, imtiyazlar ölçüsü ola bilər, iş üstə qalmaq ölçüsü ola bilər, budur, hər nə desəz, bir ölçüdə yararlanıyor. Ondan yararlanmaq, yəni faydalanmaq, fayda götürür. Yararlanıyor, yəni fayda almasıdır, olmasıdır, bəli, deyir ki, ondan yararlanıyor olmasıdır. Deyir ki, o istemardan bir növ, bir cürə, bir ölçü deyir də, bir cürə fayda alır. Ondan bir qazanc əldə edir. Ona görə bu, o hərarətinə, türkçülüklə müxalifət edir. Diqqət buyurursunuz. Bəs buna diqqət edirik. Onlar ki, Azəri teorisinin üstündə işləyirlər, türkçülüğə həmlə edirlər, türk millətinə həmlə edirlər, farslıqdan, İrançılıqdan, panfarsizmin məzayalarından, fars dilinin rəsmi olmasından, şeir dili olmasından, ədəbiyyat dili olmasından, elmi dildi filandır deyə danışırlar hərarətlə. Dedik ki, bunu da nə dedi? Hərarət sözü ateşli. Elə bir ağızlarından ot tökülür. Deyir, bunlar o sistemdən bir növ qazanc əldə edirlər. Buna diqqət edirik. Bu çox önəmlidir. İndi Azəriha, təbailər, İrancılar, pan-İranistlər, pan-farsistlər, pan-farsist, pan-İranist deyəndə bunlar türk ola bilər, ərəb də ola bilər, bəlus ola bilərlər ki, daha farslardan çox ateşlidirlər bunlar. Məsələn, İran şəhri nəzəriyyəsini yazan təbaidir. Nə qazanır oradan? Diqqət buyurun. Hala ki bu Amerikadadır, dostlar, danışqatı dəst vermir, qəşəng ayda bir 10-15 min dolar hüquq alır. İndi Azərbaycan dövləti qurula, ya Azərbaycan, Şimali Azərbaycan dövləti gələ bu təbaiyə deyə ki, mən səni istihdam edirəm, ayda məsələn 10 min dolar verəcəyəm. Gəl mənim türk tarixi deyəcəksən burada. Bizə türk tarixi deyəcəksən. Bizə türk tarixi haqqında təhqiqat eləyəcəksən.
İnanın ki gələr sabahdan pan-türk olar. Çünki bir məzahib, bu da deyirlər ki, şaha badımcan bişiriblər, sabah şah deyib nə yeməlidir? Sabah da bişiriblər, şah sancılar deyib, ola bu nə pis şeydir, deyib ki, qurban, aşpəz də başlayıb ki, o aşçı da başlayıbdır ki, qurban, görürsə aşpəz sözü dostlar, türkdən gəlmədi. Türkdən gəlmədi. Pəz sözü farsdır, amma bunu aş sözü ilə, aşçı sözü ilə qatışdırıblar. Bir-birinə olubdur aş. Aş da koldən xurəyə deyərdilər. İndi xurək deyirik farsça. Farsça xurək deyirlər, bizim də elə dilimizə keçib deyirik xurək. Yox, bunun elə türkçəsi aşdır, aşçı. Yəni o adam ki, aş bişirir. Aşpəz də görürsünüz, orada deyirlər aşpəz, aşı bişirən. O halda ki, aşpəz deyil. Əslində aşpəz məsələn düyü bişirəndir, ət bişirəndir, falan bişirəndir. Pəs aş sözü nədir? Aş sözü də yəni yemək. Kollən hər cürə yeməğa aş deyilir türkcə. Deyilirmiş. İndi də elə şeydir. Hətta dostlar bu aş sözü yeməğa da gəlir. Məsələn, vaksin vururlar. Türkiyədə vaksinə aş deyirlər. Aşı oldun. Çünki burada da yenə sizə bir şey vururlar ki, bədəniz ondan onu yeyir və mərsizliğin qabağında güclənir. Buna da hətta aşı da vaksinin özünə də aşı deyirlər. Çox da gözəl sözdür məncə. Tamam. Mistifikasyon tamam. Səfəni çəkək gözümüz görsün. Mistifikasyon şuradadır. Mistifikasyon mistifikasyon şuardadır ki, kendi çok sınırlı çıkarlarını korumak için ötekilerin sınırsız ölçüde önemli çıkarlarını da korumaları üçün mən səfələrimi qatıram, bağışlayın, bu şeyə adətim yoxdur, bu kitabları bunlarda oxumağa. Ötəkilərin sınırsız ölçüdə önəmli çıxarlarını da korumaları gərəkir. Dolayısıyla o çıxarların qurbanı olur. Tamam. Bəs beləsi deyir, mistifikasyon dedik ki, yəni mənim nəzərimə belə gəlir ki, yəni qarma-qarışıq rəftar eləmək, qarma-qarışıq davranmaq şuardır. Onu deyir, şuar nə demək dostlar? Sözüdür. Yəni bunu bizi alladır. Mən içəridə yaşıram, qorxuram, tutarlar, asarlar, kəsərlər. Neçə nəfəri tutarlar, asarlar, kəsərlər? Yəni neçə nəfəri asıblar, tutublar, kəsiblər bu sözü danışdığı üçün. Bu bir sorudur ki, özümüzdən soruşaq. Yox, normada deyir ki, bu şuardır. Bunu deyir ki, o özün tovcih eləsin. Mən deyirəm, biz Azəriyik, istəyirəm özümü qoruyam. Sən demə, danışma bu sahədə. Lazım deyil bu sahədə danışasan. Deyir, bu müstəfiqanın şuardır ki, bir dana şuardır ki, nə olur? Kendi çox sınırlı çıxarlarını, deyir ki, sınır mərzilər. Çox sınırlı, yəni çox böyük, geniş çıxarlar, yəni qazanclarını da korumaları üçün deyir, bu qazancların, bu çıxarların korumaları üçün o şuarı verir. Tamam, buraca oldu. Deyir ki, ötəkilərinin görüm oturdu. Ötəkilərin yəni ondan sonraşıların, özündən sonraşıların sınırsız, özününki sınırlıydı, genişli sınırlı dedi ki, şeydi. Bunun amma bu ötəkiləri, yəni bundan üstəkilər, bundan şeydəkilər, güclülər ki, məsələn panfarsların özləridirlər, hakimiyyətdədirlər falan, deyir, bunların sınırsız ölçüdə, onların naməhdud farsça deyirlər. Ərəbcə sözdür, məhdud, naməhdud. Na farscadır, məhdud yenə ərəbcədir, onu mənfi eləyiblər na sözü ilə. Deyir ki, sınırsız, yəni naməhdud ölçüdə önəmli çıxarları da korumaları gərəkir. Deyir ki, onları indiki özünün kiçik mənafeylərin sınırlı, məhdud mənafeyin qoruyur, ötəkilərinin, özündən üstəkilərin sınırsız mənafeyini də qorumağa məcburdur. Görün nə gözəl söz dedi. Deyir, əgər bu adam Azəriha
gəlir özünün, mənə ayda burada 5 milyon, 10 milyon versinlər, mən burada yazı yazım. Bunu qorumaq üçün bu sözləri deyir. Deyir, indi məcburdur ustandarın, fərmandarın, müdiri kullun, rəhbərin, sipah-pasdaranın, nəməni, xatamül ənbiyanın, filanın, bəhmanın sınırsız mənafeyində qorusun. Bu çox önəmli, məncə, sözdür. Çünki mən özümün naməşru, 100 tümən naməşru gəlirimi qorumaq üçün o biri adamın, yəni əgər beləsi gediyək, bir ayrı misal vurum. Fikir edin ki, mən bir idarədə işləyirəm, siz bir idarədə işləyirsiniz, sizə rüşvət verirlər. Siz bu rüşvəti alırsınız. İndi rüşvəti bir haqq bilirsiniz, deyirsiniz ki, üstəki, siz 10 min tümən almışsınız rüşvət, o 100 milyon alıbdır, 100 milyard alıbdır. O ixtilas edib milyardılar, dinmirsiniz, himayət edirsiniz. Niyə? Deyir ki, siz özünüzün o az mənafeyinizi qorumaq üçün ki, mühakimə olmayasınız məsələn, onun üçün də gizlədəcəksiniz. Onu da örtəcəksiniz, örtbas eləyəcəksiniz. Bu, o örtbas eləmək özü onun bir tərəfidir. Tamam, bu da ağıla batan sözdür. Məncə də düzdür. Ötəkilərin sınırıyla, üzr istəyirəm, mən yenə də bir yeri atladım. Ötəkilərin sınırsız ölçüdə önəmli çıxarlarını da korumaları gərəkir. Dolayısıyla, bir ayrı sözlə desək, o çıxarların qurbanı olur. O mənfəətlərin qurbanısıdır. O Azəriha, o təba-təbayi, o filan kəs, o bəhman kəs, o çıxarların qurbanıdır, o mənafeyin qurbanıdır. O idarədə olanlar, bunlar mənafe qurbanıdırlar. Amma istər saf dil olsun, istər qurban, kəndi yapını da alır, payını da alır, kəndi payını da alır. Deyir, istər bu abi sadə adam olsun ki, toğlana bilirsin. Beləsi oldu, pəs, amma istər saf dil yəni sadə, ürəyi sadə ya dili sadə. Sadə demək yəni bu rahatca toğlanan bir adam. Rahatca toğlanan. Bizdə səfih də deyə bildik bunu. İstər səfih olsun, sadə olsun. Bizim çoxumuz səfih deyil, yox, sadə yox. Biz türklər mütəəssifanə sadə yox. Mütəəssifən. Çox təəssüflə. Mən özümdən deyirəm ki, çox sadə yox. Bizi çox rahatca toğlarlar. Əlimizdə olanı alarlar. Biz insanlara tez inanarıq. Mən xüsusən jurnalismə gedəndən sonra bu mərəzi çox mübtəla oldum. Yəni, insanlara inanmaq bir işdir jurnalismdə, əslidir. Mən də bunu özümə şey elədim. Xüsusən ki, mən məsullardan uzaq durmuşdum. Millət ilə idi rabitəm. Onun üçün də bunlara inanırdım. Məsələn, bir nəfər deyirdi, mənim başıma bu iş gəlib. Mən onu dəqiqən inanırdım. Onu dalıcan gedirdim ki, onu bir səsim yeri yetirim. Saf dilli, yəni bu dildəki bir ruhda elə saf dilli olsun. Bu adam saf dilli olsun, bu Azəriha məsələn. Ya istər qurban olsun, mənafe qurbanı olsun. Hər nə olur olsun, payını alar. Kəndi payını da alır. Son paragrafı oxuyaq bu səhifədən və qutaraq. Deyir ki, nə var ki, ayrıcalıq görəcəli bir şeydir. Deyir, nə olsun ki, heyf olsun ki, təbiz görə biləcək bir şeydir. Hiss ediləcək bir şeydir. Siz mütəvəccüh olarsınız deyir təbizə. Pəs ki, nə var ki, yəni belədir ki, ya heyf olsun ki, ayrıcalıq, əlbəttə heyf olsun ki, deməz, yəni əfsus yeməz ki, görüşülür. Deyir ki, belə vardı ki, ayrıcılıq, yəni təbiz görəcəli bir şeydir. Bir şeydir ki, o görülə bilər, hiss ola bilər. Görəcəli, yəni hiss ola biləri, görməli. Görməli bir şeydir. Gözümüzlə də görürük, hiss elərik, yaşarıq əslən. Görəcə burada hətta yaşam mənasına da gələ bilər. Hər sümürgəci sonuc itibarıyla sümürgələşdirilənlərin zararına olaraq farklı dərəcələrdə ayrıcalıqlıdır. Hər sümürgəci fərq eləməz bu
İndi bu sümürcəsi dedik, kiçik sümürcəsidir. İndi kiçik sümürcəsilərdən, türklərdən danışırıq ki, kiçik sümürcəsidirlər. Bir fayda qazanırlar o Farsistandan, İrandan himayət eləməklə. Tamam. Deyir ki, bunu mən təkrar edirəm, çünki vaqəən bunu mən özümün də belə düşüncəmə ehtiyacı var ki, mənim zehnimə keçə. Ki, kiçik sümürgəci özümüzdən olan adamlardır, bıçağın dəstəsi kimi. Deyir ki, hər sümürgəci sonuc etibarilə, yəni deyir ki, nəticəyə baxaq, onun işinin nəticəsinə baxaq. Deyir, vəsiləyə baxmayaq, bu adam özü vəsilə ola bilər. Amma bu adamın işinin sonucu, rəftarının, dayanışının, yazışının, yazmasının sonucu nədir? O sonuca baxaraq. Sonuc etibarilə bunun nəticəsinə baxaraq o adamın işinin, yazısının, danışmağının, deyir ki, etibarilə sümürgələşdirənin zararına olaraq. Bir onun işi, onun sonucu sümürgələşdirilən Azərbaycanlıların, türklərin, ərəblərin, bəlusların zərərinə olaraq nə olur? Zararına olaraq farklı dərəcədə ayrıcalıqlıdır. Deyir, fərqli, çox mütəfavit. Mütəfavit dərəcələrdə fərqli, mütəfavit. Fərqi də ərəbcədir, mütəfavit də ərəbcədir. Fərqli dərəcələrdə 5 dərəcə, 10 dərəcə, 20 dərəcə, 50 dərəcə, 100 dərəcə, 150 dərəcə, 160 dərəcə, 200 dərəcə, 300 dərəcə. Dərəcələr buna görə deyir. Fərqli dərəcədə nə olur? Deyir ki, ayrıcalıqlıdır. Deyir ki, fərqli dərəcə təbizli var. Yəni, deyək ki, Tehranda yaşayan türklər dil sahəsində %100 olurlar, təbizi qalırlar. Amma ixtisas sahəsində deyək ki, %90 qalırlar. Yəni %10 qalırlar. İndi bu nə qədər uzağa gedir? Ərdəbilə tərəf, Xoya tərəf, Şəbistərə tərəf, Kətlərə tərəf o iqtisadi təbiz çoxalır. Hüquqi təbiz çoxalır. Məsələn, Tehranda qızlar daha çox baş açıq, daha çox rahat dolana bilirlər, daha çox rəhli giyinə bilirlər, daha çox baş açıq ola bilirlər ya filan. Amma məsələn, Gəlcədə indi Ərdəbilə tərəf. Tamam, deyir ki, ən azı nədir? Deyir, ən azından bu fərqli dedik, təbizə olurlar. Deyir, ən azından qarşılaşdırmalı olaraq böylədir. Deyir, ən azından qarşılaşdırmalı olaraq, mən indi misalını vurdum. Tehranla, Təbrizlə, Ərdəbillə, Zəncanla, Qəzvini, bunları müqayisə edin fəqət xanım haqlarında. İqtisad vəziyyətdə. Deyir ki, qarşılaşdıraraq, yəni müqayisə eləyərək, pəs müqayisənin bir anlamı da qarşılaşdırmaqdır. Qarşılaşdırmaq, yəni qarşı qoymaq, ya müqayisə eləmək, ən azından qarşılaşdırmalı olaraq böylədir. Bunu ispat edərik. Yəni, deyir ki, qarşılaşdırsaq, ispat edərik. Zəncanla Simnanı müqayisə edək. Ərdəbil ilə Simnanı müqayisə edək. Urmu gölü ilə, məsələn, Simnandakı gölləri müqayisə edək. Tamam. Onu oxuduq, gəldik, yetişdik buraya. Tamam. Sümürgəci əfəndilərin ayrıcalıqları çarpıcıysa, küçük sümürgəcinin hətta ən küçüyünün belə ufaq təfək ayrıcılıqları saysızdır. Bu da gözəl sözlərdən. Niyə kitab gözəl sözlər deyir, amma bunu bizim biraz çəkəcəkdir mənim özümün düşünməm. Bu haqda biz dediyim kimi mütəəssifanə bizim bu haqda mütaliəmiz olmayıbdır, elmi görməmişik. Bu birinci kitabdır, mən özüm oxuram. Onun üçün də mənə çox cəlib gəlir. Sümürgəci əfəndilərinin, indi Xameneyi, Xumeyninin qəbrinin fəqət, hələ ayrı şey demirəm. Bir dənə müəssisə düzət, müəssisə çapı nəşri asarı Xameneyi, asarı Xumeyni, bunları. Nə bilim, filan, onlar ki, Fars ayətullahlarına, mollalarına, dövlətinə bağlıdır, onlardan danışırıq. Diqqət buyurun, bəzən biz ayətullahlardan danışırıq, amma şeylərdən danışmırıq. Məsələn, Vəzir-i Behdaşdın nümayəndə məclisdir, 127 şirkəti var ki, dava varid edirlər.
Dövlət gedir, vəzir gedir, dövlət gedir, dövlətin pulu ilə dava dərman alır. Bu dava dərmanı, əvəzin ki, dövlət ala, dövlət bu dava dərmanı verir vəzirin şirkətlərinə, bu şirkətlər gedirlər, alırlar, o dövlət dolarla gətirirlər, onu bazarda 1000 bərabər qiymətə satırlar. Dövlətin özünə. Dövlətin özünə. Dövlətdən doları məsələn alırlar 4600 tümənə, dövlətin özünə satırlar 32.000 tümənə, 50.000 tümənə. Çünki dava deyir gətirmişəm, sən mənə də mənfəət verəcəksən. Amma vəzirin, diqqət, bunun mənfəəti, bu Fars dövlətinin, bu vəzirlərin, bir dənə fəqət vəziri misal vurdum, telgraf da bu cürdür, telgraf deyirəm, telefon da bu cürdür, internet də bu cürdür, hamısı bu cürdür. Keşavərzi də bu cürdür, əkinəcək də bu cürdür, damdarlıq da bu cürdür, hamısı bu cürdür, hamısı. Hamısında bu, buna deyirlər rant da, rant var hamısında. Amma diqqət buyurun ki, bunlardan heç kəs danışmır. Mollalardan çox görünür. O harda ki, demirlər, bu vəzirin necə dana ki, həm özü vəziri Behdaş-ı Dərmandır, həm də özünün 127 dana şirkəti var ki, dava, dövlətin pulunu alırlar, gedirlər ondan dava gətirirlər və dövlətin özünə necə qatına satırlar. Yəni deyir ki, vaksənin birin, mən bunu bir yerdə oxudum, deyir ki, vaksən, korona vaksəni ki vardı, bunun biri, bilmirəm, 6 dolar, 10 dolar neçədir, ümdə alsalar. Kanadada biz bilmirik qiymət neçədir, amma deyir ki, ümdə alanda, məsələn, belə 6 dolar, 3 dolar, neçə dolar, belə pulu var. Deyir ki, bunu İranda bəzən 500 dolara dövlətə satıblar. Elə həmin şirkətə. Yəni, belə 50 dolara satsa görün, nə qədər axı bu adam qazanır? Dövlətə özdə dolar hesabı satıb. Mən getdim, aldım, getdim. Özə vəzir axı, sən buna deyirlər təzaddı mənafi. Əgər bir dana vəzirin, məsələn, o Amerikanın qabaqçı rəis cumhuru, nə idi adı? Trump böyük bir sərmayedardır, çox böyük. Bu rəis cumhurluğa yazılanda gərək tamamən bu şirkətlərin hamısını özündən qopardan. Və bu dövləti haqqı yoxdur şirkətlərlə işləyən. Müstəqim, qeyri-müstəqim haqqı yoxdur o şirkətlərlə alver eləyən. Çünki bu şirkətlər bunundur. Sən vəzir olaraq haqqın yoxdur, şirkət qurasan və şəhərin şirkətlərin davaları gətirirlər və milləti və bunu dubara satarlar dövlətə və dövlətdən alalar dubara yayalar millətə. Yəni qazan. Yəni bir dənə, axı, baxın mən ona görə deyirəm, mollalar bədbəxtdirlər. Mollaları bu farslı siyasətmədarlar əllərində oynadırlar. Bunlar bilmirlər, bunların hərəsinə bir düdüllü verirlər, yəni hərəsinə əlinə bir zırna verirlər, gedin çalın. 1 milyard, 2 milyard, 50 milyard, 100 milyard, 1000 milyard verir, deyir, get çal. Amma xəbəri yoxdur ki, bu 1000 milyardı buna verən milyonlar milyardı aradan aparırlar. Milyonlar milyard. Amma bu adama bir 1000 milyardı falan verir, bu getdi də, bu işi yoxdur. Mənim insinlər, məmləkəti çapsınlar. Bədbəxtdirlər, mollalar çox bəd. Çünki hesab kitab bilmir ki molla. Molla hesab kitab bilməz, siyasət bilməz, iqtisad bilməz, gələcək bilməz, baht bilməz, rüşvət bilməz. Falan, molla bunları bilməz. Sadəcə bunu rahatca başına bir sərdə əlinə pul qoy, bundan bu səndən danışacaq, səndən himayət edəcək, səndən şey edəcək, xəbərcək qabağa. Deyir ki, dedik ki, sümürgəçi əfəndilərin ayrıcalıqları çarpıcıysa, deyir ki, dedik da Xumeyni, Xameni, vəzir, rəis cumhur, bunların ayrıcılıqları, bunların nəfinə olan, mənfəətlərinə, karlarına olan ayrı seçkilıq, dedim da, məsələn, vəzirin 127 dana dava şirkəti var. Bu ayrı seçkilik də onun nəfinə. Deyir, bu ayrı, əfəndi dözdə. Bu əfəndilərin ayrı seçkilikləri çarpıcı olsa, yəni şokavər, çarpıcı burada şokavər farsca. Şok versə sənə, çarpsa səni. Məsələn, çarpmaq nə demək? Məsələn, bir dənə maşın sənə vura. Çarpaqdır, səni çarpdı. İndi deyir ki, bunların mənfəətləri səni çarpsa, əfəndilərin, sümürgəçilərin, istemarçıların, məsələn, fikirci nəfdən nə qədər bulaşıq edirlər.
Deyir ki, çarpsa, diqqət buyurun, vəzir deyibdir ki, vəziri nəft. Deyib ki, biz nəft benzini elədik litrin 3000-3500, hər neçə. İndi siz orada məndən yaxşı bilirsiniz bunu. Deyir ki, bunu Lobnana o bir yerə 500 tümənə satırdıq. 500 tümənə litrin. Görün ki, bu nə qədər pul burada o yüz bu yüz elir. Yəni sizə deyir 500, Allah bilir ki, bu nə qədər pul da o dalda da ayrı yerlərə gedir. Əfəndiləri ayrıcılıqları çarpıcı olsa belə nə olar? Mən itirdim yenə də çarpıcı. Küçük, indi küçük Azəriha, bu vəzir, vəkillər ki var da, nümayəndə məclislər. Bunlar Şurayı şəhridə ustandar, fərmandar, bəxşdar, nə bilim, müdiri kol falan ki, bunlar məsələn də deyirlər türklər ha. Deyir, bunlar küçük sümürgəçidir ha. Dedik, Azəriha da bunlardandır, təbai da bunlardandır, ustad danışqahlar da bunlardır, müəllimlərin bir çoxu da bunlardandılar, sümürgəçi, kiçik sümürgəçidirlər. Bunlar öz əndazələrində, öz paylarında, öz ölçülərində, öz dərəcələrində faydalanırlar. İndi olur deyir. Deyir ki, küçük sümürgəçinin hətta ən küçüyünün, daha küçüyü də müəllimi misal vurdum. Hətta belə müəlliminin, hətta belə nə deyərlər? Gedək. Bunun hətta ən küçüyünün belə ufaq təfək ayrıcılıqları sayısızdır. Deyir, hətta bunların da ufaq təfək cüz'iyyat, cüz'i, orada burada. Orada burada az çox, ufaq təfək az çox anlamına gəlir. Az çox, ufaq təfək, kiçik, ikisi də kiçik anlamındadır. Ciz, zərrə. Deyir, burada, orada, amma çoxdur, saysızdır. Bu çox mühümdür. Yəni, hər idarəyə gedir, mən müəlliməm, ona bir ehtiram qazanırlar. Demirlər ki, azdır, çoxdur. Bir əxərə bir səhvlə durmadı, məsələn. Qapını açdı, getdi filan kəsin yanına. Məsələn, mən də getmişəm ustandarıya, o da gedib ustandarıya. Məsələn deyirəm, siz də getmişsiniz, Azərihanın da yazanları gediblər. O elə gedir, orada deyir ki, məsələn, cavab ustandara buyurun ki, filan kəs gəlibdir, Vəhid Bəhmən gəlibdir. Qapı açılacaq, üzünə geçəcək ora. Bunu deyim, mən ki, jurnalistim, mənim də üzümə qapılar açıq idi. Yəni, mən də bəzi yerlərə ki, millət keçə bilmir, keçirdim, sual soruşa bilirdim. Yəni, biz bunu görməliyik. Ufaq təfək, amma saysızdır. Günlük yaşamındakı hər davranışı onu sümürgələşdirilənlə ilişkiyə sokar və hər hərəkəti ilə bəlirgin bir avantaj əldə edər. Deyir ki, günlük yaşamı ilə, yəni ruzmərrə deyirlər farsça, günlük yaşamında, itirdim yenə də mən bunu, dostlar, günlük yaşamındakı hər davranışı, onun bir hər hərəkəti, bu sümürgəçinin, kiçik sümürgəçinin hər davranışı onu sümürgələşdirilənlə, yəni bizlərlə ki, Güney Azərbaycanda sümürgə, müəllimlər, məsələn, danışamızları ya öğrenciləri nə edirlər? Sümürgələşdirirlər. Onların beynini yıxırlar ki, İrancı panfars olsunlar. Bildiniz? Bunlar sümürgələşdirilənlə ilişkiyə soxar. Onların hər davranışı sümürgələşdirənlə bunları bir-birinə yaxınladar. Bunları bir-birinə yaxınladar deyək. İlişkiyə soxar, əlaqəyə gətirər bunları bir-birinə. İlişki, əlaqə, rabitə, indi əlaqə də ərəbcədir, rabitə də ərəbcədir, soxar. Və hər hərəkəti ilə, hər bir hərəkəti ilə, o kiçik sümürgəçinin hər bir hərəkəti ilə bəlirgin bir avantaj əldə edər. Bəlirgin, yəni bəlli olan əndazədə, bəlirgin müəyyən, azdan, çoxdan bir avantaj, avantaj dedik latincədir, imtiyaz, üstünlük əldə edər, ələ gətirir. Hüquqla baş edər, girərsə polis, hətta ədalət ona qarşı daha əsnək davranır. Deyir, əgər bu hüquq məsələsində qanun olan bir yerə girsə, indi dedik ki, bunu deyəcəkdir. Deyir ki, hüquq, üzr istəyirəm, mən bunu yerə itirdim.
hüquqla baş edərsə, deyir, əgər məcbur olsa bir hüquqi bir şeyə girsin, məclisdə bir məclislə başı olsun, ya dadgahla, məhkəmə ilə, ya bir yer al verilir ki, gedib bir yerdə yazılmalıdır. Hər nə iş görürsə, polisə işi düşərsə, filan deyir, bunlarda birini vurursa, öldürsə, yaralasa, təsadüf eləsə, filan o telefon elər indi. Fərən üstə həll olar. Deyir ki, hüquqla baş edərsə, əgər bir işi başı hüquqa, qanuna düşərsə, yenə itirdim. Hüquqla baş dərdə düşərsə, başı ağrırsa, yəni başına bir müşkül gəlirsə qanun qabağında, polis, hətta ədalət qanun. Ədalət burada ədalətin anlamı demişəm, yoxdur, burada qanun anlamındadır. Hətta qanun, yəni məhkəmə. Məhkəmə qərarında ədalət olsun da, gözləri də bağlıdır, görmür, yəni mənim gözüm görmür. Mən fəqət eşidirəm və mədrəkçilərə baxacağam. Bu tərazinin də əlində tutubdur, deyir ki, mən baxmıram, siz baxın. Bu ölçüdə hangi tərəf şeydir. Yəni qanun deyir, mən çoram. Əslində beləsi, qanun çordur, ədalət çordur, adamlara baxmaz, tərazinin gözünə qoyar, ölçər. Amma deyir ki, bu cür deyil. Bu zəng elər, o məhkum elər. Diqqət buyurun. Deyir ki, hətta polis, hətta ədalət ona qarşı daha əsnək davranır. Əsnək, bu bəzi paltarlar var, ha belə keşi deyirlər farsca. Yekəlirsən, zıqqılırsan, zıqqıllaşır. Deyir, buna deyirlər əsnək. Yəni, sizin təmayülünüzlə bu kiçik sümürgəsinin təmayülü ilə şeylər. Mənim yadıma gəlir, məsələn, bizim bir familiyimiz var idi. İndi buna misal vururam. Bizim bir familiyimiz var idi. Mən tələbə olan zaman o bir dənə məsələyə düşdü. Mən məsələn bir dənə telefon elədim dostuma. Dostumun dədəsi rəis məhkəmə idi. Dostuma telefon elədim. Dedim ki, mənim filan kəsim bir dənə bu müşkilə düşübdü. Budur qəziyyə. Onu həll eləyin. O orada rahat həll oldu, çıxdı getdi. Buna heç olmasa baxın, bu nə deyirlər? Mən o zaman sümürgəsiymişəm da, kiçik sümürgəsiymişəm. Çünki hökumət mənim sözümə baxır. Amma indi tutsa məni edam elər. Fərqi budur. Bəs əsnək olur. Yəni bunu bundan keçinər. Beləsi deyək. Bunu məhkum eləməz. Bunu qərardır, məsələn, bu adam öldürübdür, bunu edam eləyərlər. Bunu hətta mən beləsi deyim, dostlar, bir danası mən bunu aldım bu xəbəri, neçə il bundan qabaq, Günazda da dedim. Bir nəfəri qərarda edam eləyələr. Bir dənə də panfarsi, sərmayədarı ki, rüşvət alıbdır, oğurluq eləyibdir, ixtilas eləyibdir, nə eləyibdir, o da məhkum olub edama. Bir nəfər də məhkum olub edama. Gətirdilər o adamı, o ki pullu idi, onun şeyi ilə, nə deyirlər, edama aparacaqlar. O birisi edamı da kasıb idi, heç kəsi də yox idi. Əgər səhv eləməsəm kürdü idi, onu da aparacaqlar. Onu da gətirdilər. Burada edam oldu. Bir dənə edam çıxacaq idi. Bir nəfər edam oldu. Buradan dadılığa yazdılar ki, filan kəs də edam oldu, getdi. Sabahları buradan cənazə çıxdı, apardılar, əhsində göstərdilər qaziyə ki, filan kəs edam oldu. Burada məsələn 1 milyard ya 5 milyard verdilər qaziyə. Qazi yazdı ki, mən gözümlə gördüm ki, Həsən ki, bir belə ixtilas eləmişdi milyardılar, o edam oldu. Cəsədi də, əksi də budur. Saldılar, verdilər ona. Bu adama, yəni o Həsən ki, edam olacaq idi, milyarder, Fars idi özü də. Buna da pasport düzəltdilər, ad düzəltdilər, hər şeyini dəyişdilər, adını qoydular Qasım. Dünəncən Həsən, məsələn, Rəməzani idi, bu günlərə adını qoydular Ənuşirəvani Adil. Bir dana da bundan taza bir əks saldılar, göndərdilər, çıxdı, getdi xarici. Bunu istir desin, əsnəkdir. Özgəni sənin yerivə edam elər. Görsələr ki, sən edam oldun, sən də çıxarsın, gedərsən, zindiganlıq edərsən. Bu qədər əsnəkdir. Yəni, bu qədər geniş davrana bilər sizin təmayülünüzə, istəyinizə görə. Tamam. 3 sətrimiz qaldı. Bunu da oxuyaq, qutaraq. Hökumətin yardımına ehtiyacı varsa, zorluq çəkməz. Əgər bu kiçik sümürgəçinin, Azəriçinin, pan-İranistin, pan-farsistin, bu müəllimin ki, pan-farsıdır, o müəllimin ki, o ustad danışqahın, o idarədə işləyənin, bu, hətta məhəllədə bəsicinin belə,
Hətta belə bəsicinin kiçik sümürgəsi hesablayın bunu. Deyir onun, diqqət buyurun, hətta o bəsicinin hökumətin yardımına ehtiyacı olsa, hökumətdən bir ehtiyac istəsə, mənim qardaşım adam öldürübdür. O, görərsiniz ki, 1000 dana oyun çıxadacaqdır. Hökumət, o bəsici hətta ha. Çünki o ona şeyli kiçik məzaya qazanır. Baxın, bu bəsici misalı daha yaxşı oldu. Deyir ki, hökumətin yardımına ehtiyacı varsa, zorluq çəkməz. Zorluq çəkməz. Qisasa gələcək, qisası bir cürlüklə yendirər həbsəbədə. Bir cürlüklə əffini alar. Kırtasiyecilik bir benara birlikdir. Kənara, üzr istəyirəm, bunu mən oxuya bilmədim. Kırtasiyecilik bir kənara bırakılır. Kırtasiye dostlar, kağızbazlıq. İranda deyirlər kağızbazi, kağızbazlıq. Türkiyədə buna deyirlər kırtasiyecilik. Kırtasiyecilik, yəni kağızbazlıq. İdarələrdə bilirsiniz, kırtasiyecilik olur. Deyir ki, bunlar bu kiçik sümürgətinin, bəsicinin, müəllimin, ya o ustad danışqahın, o İran, pan-İranistin istəyində kırtasiyecilik, yəni kağızbazlıq bir kənara bırakılır, bir qoylar qırağa. Hamısı telefonundan həll olar. Ya hətta huzuri gedər. Yəni tərəf durar, məsələn, bu oğlanı gördük da, nümunəsi o 17 yaşında, 18 yaşında oğlan deyirlər, tutublar, mühakimə eləyirlər. Deyirlər, bir dana çətdən durub da ağıllı uşaq. Pan-Fars, bilir ki, farsların müşürü nədir, ayıqlarından müşürü. Qəşək köynəyi buradan düyünləyibdir, səqqəli də uzaldıbdır, əlinə də təsbih götürübdür. Gəlib internetdə özünə əvvəl bir dana şirkət səbt edibdir. Bəsicə də gedib, əlbəttə. Bəsicə nəmnəmini filan. Gedibdir, ayətullahlara gəlibdir, millətdən pul yığır. Biz filan yerə, dövlətə gedir, sipaha gedir, ora gedir, bura gedir, pul yığır ki, biz filan işi görürük. Ora yardım eləyin. Yardım eləyiblər, durur gedir ayətullahların yanına, hərəsinə bir 100 milyon, 50 milyon da aparır, bu yığdıqları puldan verir. Bunların himayətlərini qazanır. Onlar da yazırlar, məsələn, filankəs vəzirə, buna köməklik edin, bu filan işi görsün. O da bir 100 milyon, 200 milyon, 1 milyar dolar verirlər bu adama. Bu adam bir ilin içində ya 2 ilin içində radio televizyonda da çox məşhur oldu, İranda filan bəhman, milyardılar dolar sərvət qazandı və işlər qurdu, pul qazandı, yer satdı, filan elədi, saxtıman işi, 17-18 yaşı var. Və heç satı yox, sadəcə elə bu şey eləməklə da, bu düyməni burada bağlayıb, təsbihi burada tutub, bəsici olmaqla bunu qazana bilir. İndi görək bunun sərnevişi dadgahda nə olacaqdır? Alın yazısı dadgahda nə deyir? İndi ona görə deyir ki, kırtasiyecilik bir kənara buraxar. Mən geçsəm desəm, mən bir iş işləyirəm, quram. Mən özüm deyim, məsələn, mən istəyirəm Araz adında bir xəbərguzari quram Təbrizdə olanda və bu fəqət Azərbaycanın xəbərlərinə, təhlillərinə məşğul olsun. Özüm də bunun dərxastını verdim Vizarət İrşada, yazdım da ki, mən filan günəcən ki, qanun gödübdür, o günəcən gözləyirəm, cavab verməsəz, mən bu işi başlayacağam bu adına. O vaxt qurtarmadan mənim dostum vardı, 10 neçə il olar, bəlkə 20-30 il olar, cənab Mərhum Əzizigil. Hizb istəyiblər quralar, hələ onlara cavab verməyiblər, 30 ildir. Amma mən yazdım ki, filan günəcən verməsəz cavab, mən bu işi başlayacağam. Mənə o gündən 20 gün qabaqda yazdılar ki, sən qura bilməzsən bu işi. Amma bir dana bəsici eləyə bilər ki, bu işləri görsün. Ya bir dana Pan-Fars. Deyir ki, daha az bəlgəsin, o üz istəyirəm, itirmişəm. Daha az bəkləsin deyə daha qısa bir kuyruğu olduğu bir banko ayrılır ona. Ona bir ayrı şey. Deyir, pəs deyir, buna görə ki, bu adam səhvdə çox durmasın, diqqət buyurun, burasına baxın. Daha az bəklənsin deyə, bu az dözsün, çox çəkməsin bunun növbəti, bu işi ki, istir quraya, bu şey ki görə. Deyir, bu daha az çəksin deyə, bəkləsin deyə, çox zaman sürməsin. Daha qısa bir kuyruğun olduğu bir banko ayrılır ona. Ona daha bir ayrı yer ayrılar ki, orada adca bir zaman sərf olsun. İmtiyaza baxın, ha? Deyir, bu adam gedər, istədir ki, mən bir mədrəsə açıram, qeyri-intifai.
Onun siz də getsəz istəsə, mən isə bir daha qeyri-intifai mədrəsə açam, amma sən türkçü olsan, ya istəsən vəkil olasan. Diqqət buyurun. Məsələn, bunlar ki deyirəm, işlərdə. Adam istir getsin, bir döhdürdür hətta. Ya vəkildir. İstir getsin, dəftər açsın, işləsin qanun haqqında. Gedir deyir, 6 aydan sonra, 1 ildən sonra yazılar ki, sən eləyə bilməzsən. Amma indi bir dənə panfars, paniranist getsə Təbrizdə, bir dənə bəsici getsə, ona növbə yoxdur. Onu elə fori 10 günün içində qıssaldacaqlar, şey bəkləməsin bu adam. Buna deyərlər. Diqqət, buradan bilirik ki, kiçik sümürgəçi kimdir? Bu misallar bizi götürür kiçik sümürgəçini tanımağa. Daha az bəkləsin deyə, daha qısa bir quyruq. Quyruq dostlar, malın quyruğu dalısıcan gəlir də, hər heyvanın quyruğu dalısıcandır. Bu səfə ki dururlar, xiyabanda, İranda xüsusən çox mütədabildir. Buna quyruq deyirlər Türkiyədə. Çünki adamlar bir-birinin dalısında dururlar, elə bir şey bir-birinin quyruğudular. Buna görə adına deyirlər quyruq. Hər halda deyir quyruq olduğu bir banko. Bankda çox olur. Ona görə bankoya bənzər bir ayrılır bu adama. Bir ayrı bir şey ayrılırlar buna ki şey olmasın. Son cümləmizi oxuyaq ki, sualından qurtarır. Deyir ki, işə mi ehtiyacı var? Deyir, bu kiçik sümürgəçinin, bəsici, müəllimin balası, bəsicinin balası, bu şəhid xanəvadəsi, bu paniranistin əmməsi oğlu, xalası oğlu, dayısı oğlu, gəlini, bacısı, nəyi, filanı, bunlar. Diqqət buyurun. Deyir ki, işə mi ehtiyacı var? Bunun bir yaxınlığında birinin ehtiyacı var bir işə. Diqqət buyurun, nə olur? Bu iş için sınava mı girməsi gərəkir? Deyir, o iş üçün bir sınava, imtihana, bir konkur, bir filana ehtiyacı mı var? Deyir, tamam, bunlar göt qaldırılsın. İşlər və mevkilər ona öncədən ayrılır. Deyir ki, öncədən, yəni qabaqdan bu adamın işə ehtiyacı varmı? Buna deyir ki, öncədən, elə ki, etməmişdən ona buna işə hazırlarlar. Deyərlər ki, sən sabah gəl, filan yerdə işlə. Dostlar, 33-cü səhifədən qalsın, sabahları ömür olsa bunu oxuyarıq. Məncə çox, ciddi deyirəm dostlar, mən danışdıqca çox düşünürəm. Əslində sizə buradakı danışıram, yəni burada danışıram, ya qulaq asarsınız, ya asmazsınız, ya faydalanarsınız, ya faydalanmazsınız. Əslində budur ki, özümün zehnimi inkişaf edir, özüm açılıram. Hər misalı, məsələn, mən bu bəsici misalına ilə burada gəldim və məni bir dünya açdı zehnimi. İndi bunu mən inkişaf verəcəyəm yazımda, görək ki, nələr çıxacaq. Çox sağ olun, sizə Allaha tapşırıram, sağ qalın.